Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu. Vessalatu vesselamu ala men la nebiyyə ba'dah. Əmmə ba'd. Davam edirik. Muxtasar Sirat-ı Rasul sallallahu aleyhi ve sellem adlı Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimahullahın risaləsini, yəni Allah Resulü sallallahu aleyhi ve sellem sirası haqda. Və bugün də 8-ci dərsdir və qalmışdıq şeyxin dəlillər gətirməsi kimlərə qarşı? Kimlər ki iddia edir ki, la ilahe illallah deyib İslamdan heç bir şey etməyən müsəlmandır. Bu kəslərə qarşı. Və orada da misallar çəkmişdi və ikinci dəlili odur ki, keçən dəfə birinci dəlili götürdük, yəni riddə əhlinin halını və bugün də davam edirik növbəti dəlilləri. Və dəlil-i səni və ikinci dəlil deyir ki, qıssatun uxra, digər bir qıssadır, digər bir hadisədir. Vaqa'a fi zəmənil xulafəir raşidin, yəni Raşid xəlifələrin dövründə baş vermişdi. Və hiyə ənə bəqayə min Bəni Hənifə. Bu da Bəni Hənifənin qalığından söhbət gedir. Nə vaxt ki, onlar İslama qayıtdılar və Museylimə Kəzzəbdən üz çevirdilər. Və qarru bi kəzbihi, onun yalanını təsdiqlədilər. Kəbura zəmbuhum ində ənfusihim, öz qarşılarında, özlərinə qarşı, öz vicdanına qarşı günahlarını böyük hiss etdilər. Və təhəmməlu bi əhlihim ilə thəğər ilə əclil cihədi fi səbillə, və əhlini götürüb, yəni sərhədlərə tərəf daşındılar ki, Allah yolunda cihad etsinlər. Bəlkə deyir, bu səbəbdən ləallə zəlik yəmhu anhum əsərə tilkə riddə, yəni bu riddə təsirini onlardan, yəni qaldırsın Allah Taala. Lənnə Allah Teala yəqul, çünki Allah Taala buyurur ki, illə mən təbə və əmənə və amilən salihə fəuləkə yübəddilullahu seyyiətihim həsənət. Yalnız o kəslər müstəsnadır, kimlər ki tövbə edər, Allaha iman edib, salih işlər görərlər. Məhz bunlardır o kəslər ki, Allah Taala onların pis əməllərini yaxşılıqlara çevirər. Furqan surəsi 70-ci ayə. Və həmçinin Allah Taala buyurur: "Və inni lağaffarun limen təbə və əmənə və amilə salihan thumma ihtada." Və həqiqətən mən deyir, bağışlayanam o kəsi ki, kim ki tövbə edər, iman edər və salih işlər görər, ondan sonra düz doğru yolda sabit qalar. Bu da Tahə surəsi 82-ci ayə. Yəni bu ayələri bayraq tutaraq o insanlar riddədən qayıdıb, İslama girib, yəni əməllərini təmizləmək istəyiblər. Fənəzəlül Kufə, və Küfəyə gəldilər, məskunlaşdılar. Və sarə ləhum bihə muhlətun mərufə, və onlar üçün orada yəni, bəlli olan bir möhlət vaxtı verildi. Fihə məscidun, və orada deyir, Bəni Hənifə adlı məscid var idi. Fəmərrə bə'dil muslimin alə məscidihim beynəl məğrib və işə, və bəzi müsəlmanlar deyir, məğrib işə arası o məscidin yanından keçdi, yəni keçərək, fəsəmiyo minhum kələmən mə'nahu, və onlardan bir söhbət eşidir. Yəni müsəlmanlar keçir o məscidin yanından, eşidir ki, orada nə söhbət gedir? Ennəl Museylimə kənə alə haqq, ki Museylimə haqq üzərində idi. Yəni Bəni Hənifə məscidindəki belə bir söhbətlər gedir. Və hum cəmə kəsirun, bu da az cəmaat deyildi, çox uydular bunu danışanlar. Lakin əlləzi ləm yəqulhu və ləm yunkirhu alə mən qaləhu, lakin kim ki heç bir etiraz bildirmədi, heç bir söz söyləmədi o deyənlərə qarşı, rafəu əmrahum ilə Abdullah ibn Məsud, yəni işlərində elələri var idi ki, heç bir ağzını açıb da heç nə deməyib, etiraz da bildirməyib. Və bunların işi qaldırılır Abdullah ibn Məsuda radiyallahu anhu. Fəcəmə mən indahu minəs sahabə və istəşərəhum, və toplayır ətrafında olan sahabələri və onlarla məşvərət aparır. Həl yəqtuluhum və intəbu o yəstətibuhum, onları tövbə etsələr belə dərhal öldürəkmi, yoxsa onlardan tövbə istəyək, tələb edək ki, tövbə etsinlər, möhlət verək. Yəni, məsələ durur artıq onların hökmü barəsində yox, onların öldürülüb, öldürülməməsi barəsində. Ki, tövbəyə çağırırıq bunu, yoxsa bunlara tövbə fayda vermir. Aydındır.
Yəni bunlar mürtəd olması bir mənalıdır. Fəəşara ba'duhum bi qatlihim min qeyri istitəbə. Və bir qism işarə etdi ona ki, yox, tövbəyə çağırmadan dərhal öldürülməlidir. Və digər qism isə dedi ki, yox, tövbəyə çağıraq. Fəstətəbə ba'duhum və qatlə ba'duhum və ləm yestətibhu. Və bir qism, yəni tövbəyə çağırıb, digər qism isə tövbəyə çağırmadan, yəni öldürmək qərarına gəldi. Fətəəmmil rahimakallah izə kənu qad əzhəru minəl əməli salihə şəqqə mə əzhəru. Və düşün, ey Allah sənə rəhm etsin ki, bax gör, deyir, bax bunlar, bu insanlar salih əməllər, çetin salih əməllər, yəni ağır gələn, nəfsə ağır gələn salih əməllərdir, aşkarladılar, küfürdən özlərini bəri etdilər, İslam'a qayıtdılar. Və ləm yuzhir minhum illə kəlmətun. Və onlardan dir irəli gələn, yəni aşkara çıxan, yalnız dir gizlətdikləri Museylimi barəsində tərif oldu. Yəni bircə dənə onun tərifi özlərində gizlətdiyi, aşkara vermədiyi. Lakin bəzi müsəlmanlar onu eşitdilər. Bu səbəb oldu onların yerində neyinə? Öldürülməsinə, mürtəd olmasına. Və mə həzə. Və bununla yanaşı, ləm yətəvaqqəf əhəd fi küfrihim kullihim. Və heç kəs onların küfründə zərrə qədər dayanmadı. Hamısının. Danışanın da, orada iştirak edənin də. Danışmayanın yəni. Hansı ki, sadəcə inkar etmədi. Heç bir söz söyləmədi, lakin inkar da etmədi. Və lakin ixtələfu, lakin ixtilaf etdilər neyində? Tövbəsi qəbul olunur, yoxsa yox. Yəni bu qissə, bu hekayə, yəni bu hadisə Səhih Buxaridə keçir. Yəni bu Səhih Buxaridə keçir. Fəynə həzə min kələm mən yazmu ənəhu min uləmə və yəqulul bədv mə mə'əhum minəl İslam şə'rə illə ənəhum yəqulun la ilahe illallah. Deyir, bu hadisə hara və günümüzdəki özlərinə alim deyən, alimlik iddiasında olanlar, hansılar ki deyirlər ki, bu bədəvilər, hansılarda ki, İslamdan tük belə yoxdur, lakin la ilahe illallah dediklərinə görə müsəlmandılar. Yəni, bu hadisə hara, bunların iddiası hara. O məzəlik, yəhkum bi islamihim bizəlik. Və buna baxmayaraq, İslamdan bir tük belə olmadığı halda, nədir ki, la ilahe illallah deyir, onlara deyir, müsəlman hökm verir. Eynə həzə, yəni bu hara, mimmə əcmə aleyhi sahabi və sahabələrin icma etdiyi, yəni küfründə icma etdiyi kəslər hara, fimən qalə tilkəl kəlimə o hədarəhə və ləm yunkir. Kim ki bu kəlmə deyib, tərif deyib və yaxud yanında olub digərsi onu inkar etməyib, etiraz etməyib. Rabbənə inni əuzu bikə ən əkuna mimmən qultə fihim. Ey Rəbbim, mən sənə sığınıram o kəslərin sözündən, o kəslərin halından, kimlər ki barəsində sən demisən, fələmmə ədaət mə həvləhu zəhəbəllahu binurihim və tərəkəhum fi zulümətin lə yubsirun summun bukmun umyun fəhum lə yerciun. Bəqərə surəsi 17-18-ci ayədə. Yəni Allah da buyurur ki, fələmmə ədaət mə həvləhu, yəni ətrafı işıqlananda, yəni Allah da misal çəkir Bəqərə surəsində, yəni haqdan uzaq düşənlər barəsində, ətrafını yəni işıqlanandan sonra Allah onun nurunu aparar, qaranlıqda qalar yəni və onu zülmətdə tərk edər. Lə yubsirun, onlar nə görərlər, nə eşidərlər. Zülmətdə yəni görməzlər. Çünki onlar lal, kordular və haqqa doğru qayıtmazlar. Və həmçinin Allah Taala buyurur ki, İnnə şərrə dəvabi indallahi summul bukmul ləzinə lə yaqilun. Həqiqətən ən şərli kəslər Allah qatında kimlərdir? Kör, düşünməyənlər. Lal, düşünməyənlər. Bu birinci dəlildir, daha doğrusu ikinci dəlildir, müəllif gətirir. Sonra deyir ki, dəlil səlis, üçüncü dəlil isə, yəni dəlil nəyə qarşıdır? Xatırladaq. Dəlil o kəslərə qarşıdır ki, İslamdan heç bir şey etməyənə nədir ki, la ilahe illallah deyir, müsəlman sayır onu.
Dəlil onlara qarşıdır ki, yəni bunları dindən çıxartmırıq, bunları hüccət lazımdır, bunları dindən çıxarda bilmərik çünki bunlar müsəlmandır, bunlar la ilahe illallah deyir, amma İslamdan da heç bir şeyə əməl etmirlər. Deyir ki, üçüncü dəlil. Mə vəqa fi zəmənil xulafə'i raşidin qıssat ashab Ali ibn Abi Talib radiyallahu anhu. Raşidi xəlifələrin zamanında baş vermiş hadisədir. O da Ali ibn Abi Talib radiyallahu anhunun əshabı hadisəsi. Nə vaxt ki, yəni ətrafı da, nə vaxt ki, etiqad etdilər ki, Əli radiyallahu anhuda ilahi qüvvə var. Əlləti tu'taqadil yevm fi unas min əkfəri bəni Ədəm, hansı ki, günümüzdə də bu etiqad var, mövcuddur, ilah sayılırlar, hansı ki, bu Adəm övladlarının içində əndir, fasikləri, ən kafirləridir bu iddiaya düşənlər. Fəduahum ilə tövbə və Əli radiyallahu anhu onları deyir, tövbəyə çağırıb. Onlar isə üst çeviriblər və o zaman nə elədi? Xəndəklər qazdı və ora deyir, odunlar atdı və od qaladı. Və onları ora diri-diri atdı. Diri-diri. Və məlumdur ki, Yahudi və Nəsrani mislində olan kafir İzə əmərallah bi qatlihi, Allah təala hansına ki, əmr edib ki, yəni bunları öldürün, lə yəcuz ihraqoh binnar. Onu deyir, odla deyir, cəzalandırmaq deyir, doğru deyil, icazəli deyil. Fəulimə ennəhum əğləzu kufrən minəl yəhudi və nəsara. Və burada deyir, bəlli olur ki, bunların küfrü Yahudi və Nəsranilərin küfründən daha betər, daha şiddətlidir. Həzə və hum yəqumuna əl-leyli və yəsumuna nəhər. Və baxmayaraq deyir, onlar deyir, gecələri ibadətdə keçirib günüzləri oruç tuturdular. Və Quran oxuyurdular və Quranı deyir, Allah Rəsulü sallallahu aleyhi ve sellem sahabələrindən götürmüşdülər birbaşa. Fələmmə qalu fi Ali zəlikəl quluvvə, və nə vaxt ki, deyir, Əli barəsində bu cür nədir, şişirtmələr etdilər. Əhraqahum finnər və hum əhyə. Onlar deyirkən, onları odla deyir, cəzalandırdı, yandırdı. Və sahabələr də və elm əhli də hamısı onların küfründə icma etdi. Yəni, heç kəs kənarda qalmadı ki, bunlar kafirdir. Heç kəs də bu şək doğurmadı. Baxmayaraq, onlar ibadət əhli, la ilahe illallah deyənlər idi. Və fə eynə həzə mimmə yəqulu fil bədvi tilkəl məqalə. Və bunlar, bu hadisə hara? Yəni, ibadət əhlidir bunlar. Bunlarda namazı, orucu, Quranı, hər bir şeyi ola-ola, la ilahe illallahı öz yerində ola-ola. Bu hara? Və bunlar bədəvlər barəsində dedikləri hara ki, İslamdan bir tük belə yoxudur. Nədir ki, la ilahe illallah deyir, müsəlmandır. Etiraf edərək ki, bu qıssə, bu hekayə və bunun kimi mislində olan qıssələrdə, hamısında nə keçir? Onların küfrünün icması keçir. Yəni, bunlar özləri etiraf edirlər bunu. Və həmçinin etiraf edərək ki, bu bədəvilər İslamın hamısını tərk edib, hətta ona küfr ediblər. Nədir ki, la ilahe illallah deyirlər. Və aləm ənə cinəyə həulə innəmə hiyə aləl-uluhiyyə. Və bil ki, qayda olaraq, bax, 2 dənə dəlil gətirdik bundan qabaq. Bunların deyir, cinayəti ondan ibarət idi ki, onlar deyir, uluhiyyətdə həddi aşdılar. Yəni, la ilahe illallahı pozdular. Və mə alimnə fihim cinəyə aləl-nubuvə. Və bunlarda deyir, yəni, peyğəmbərlik məsələsinə, yəni, şəhadətin ikinci məsələsinə qarşı bir cinayətləri olmayıb. Yəni, Allah Rəsulü sallallahu aleyhi ve selləmi peyğəmbər olaraq qəbul edirlər. Uluhiyyətdə isə həddləri aşdılar. Yəni, bu Əli radiyallahu anh qıssasından söhbət gedir. Bundan qabaqki qıssada isə, Bəni Hənifə qıssasında isə tam əksinə, peyğəmbərlikdə hədd aşdılar. Yəni, Muhammed Rasulullah hissəsində hədd aşdılar. Çünki Museyliməni təsdiq etdilər, yalancı peyğəmbəri. Lakin uluhiyyə məsələsində, yəni ilahiyyət, ibadət məsələsində onların bir cinayəti olmayıb. Yəni, şirkləri olmayıb, tohidi üzərində idi. Və həzi mimmə yubeyin ləkə şeyən min mənə şəhədəteyn əlləteyni humə aslul İslam. Bu sənə deyir, yəni nəyi açıqlayır, nəyi aşkarlayır ki, la ilahe illallah Muhammed Rasulullah, yəni 2 şəhadət mənası İslamın əslidir. Görürsən, orada Muhammed Rasulullah tərk etdiyinə görə İslamın əsli olduğu üçün küfründə dayanmadılar. Burada la ilahe illallah tərk etdiyi üçün küfründə dayanmadılar. Yəni, şəhadəteyndən istəyir birinci hissəsi olsun, istəyir ikinci hissəsi olsun, hər hansı hissəsi tərk olunursa, bu dinin əslidir. Yəni, bu asl-ül İslamdır, İslamın əslidir. Dərhal insan dindən çıxır
Yəni onun heç bir məsələsinə baxılmayaraq. Aydındır bu. Dayanaq burada inşallah. Gələn dəfə digər dəlilləri də götürərik. İnşallah o ilə tamamlayarıq dəlillərini. Sonra da yenə də Allah Resulü sallallahu əleyhi və səlləm sirasını davam edərik inşallah. Subhanakallahumma və bihamdikə əşhədu an la ilahe illə entə əstəğfiruka və etûbu ileyk.